Sözsüz ki, məsələnin Rusiya-Ukrayna deməli müstəvisində müzakirə etdikdə, əslində Rusiyanın istədiyi məsələlər aydındır. Bilirsiniz ki, Rusiya işğal etdiyi ərazilərin hüquqi deməli tərəfdən tanınmasını yəqin ki, şərt kimi irəli sürəcəkdir. Krımla bağlı məsələlərdə, Donetsklə bağlı məsələlərdə, eyni zamanda digər işğal etdiyi ərazilərlə bağlı yəqin ki, hüquqi formatda bunun tanınmasını tələb edəcəkdir. Amma bunun beynəlxalq hüquqda tanınmaq imkanları da yoxdur. O mənada yoxdur ki, həmin ərazilər Ukrayna konstitusiyasında öz təsdiqini, öz təsbitini tapmışdı. Bu məsələ sonradan Rusiyanın özünün də konstitusiyasında deməli yer almasına baxmayaraq, amma hər iki ölkənin konstitusiyasında var. Onda bu məsələlərdə beynəlxalq hüquq bu məsələlərdə artıq çıxılmaz vəziyyətdə qalacaqdır. Digər bir tərəfdən yəqin ki, deməli NATO-nun genişləndirilməsi ilə bağlı məsələlərdə bilirsiniz ki, son olaraq NATO deməli ölkələrinin sayının 30-dan 32-yə çatdırılması əslində Rusiyanın NATO ölkələri ilə kifayət qədər ciddi bir sərhəddin əmələ gəlməsi və daha bu genişləndirilməsinin müəyyən zaman kəsiminə qədər stoplanması məsələsi yəqin ki, gündəmə gələcəkdir. Bundan başqa Ukraynanın silahla, sursatla təminatı məsələsinə yəqin ki, bu məsələ ciddi şəkildə müzakirə demək mövzusu olacaqdır və Putin bu məsələdə Trampdan belə deyək də tələblərindən biri də bu ola bilər ki, Ukraynanın növbəti dəfə silahlarla təmin olunması, silah-sursatla təmin olunması, eyni zamanda maliyyə yardımının göstərilməməsi məsələsi var bu məsələlərdə. Yəni çox saylı, sözsüz ki, deməli nüanslar burada öz əksini tapacaq, amma mən bunu biz bir neçə dəfə də müzakirə etmişik bu məsələləri. Bu Ukrayna-Rusiya münaqişəsi əslində demək sülhlə deyil, dondurulmuş münaqişələr deməli çərçivəsində öz həllini tapacaq. Bu da müəyyən bir zaman kəsiminə qədərdir. Çünki Azərbaycan da Ermənistan arasındakı münaqişə bilirsiniz ki, uzun müddət 10 illərlə bir dondurulmuş münaqişə müstəvisində deməli formatında idi. Amma nəticə etibarilə 2020-ci ildə Azərbaycan özünün işğaldan, öz ərazilərini işğaldan azad etdi. Ukrayna mən düşünmürəm ki, müəyyən bir deməli zaman kəsimindən sonra Azərbaycanın atdığı addımları ata bilsin.